Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, tələbələrin, zabitlərin, ziyalıların iştirakı ilə Azərbaycan, müharibənin qalibi, sülhün müəllifi mövzusunda konfrans keçirildi. Konfransda açılış nitqi ilə çıxış edən təşkilatın sədri polkovnik Cəlil Xəlilov xalqımızın 44 günlük vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə diqqət çəkdi. Zəfərin hərbi önəmi ilə yanaşı, iqtisadi, siyasi və mənəvi əhəmiyyətinə toxundu. Digər çıxış edən qonaqlar Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə uğurlarını diqqətə çatdırdılar. Silahlı qüvvələrimizin əldə etdiyi tarixi zəfərin önəminə toxunuldu. Məhz bu zəfər sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyi vurğulandı. Bildirildi ki, 44 günlük vətən müharibəsindəki tarixi zəfər Azərbaycanın dünyadakı nüfuzunu artırdı, dövlətimizin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdı. Konfransın məqsədinə gəldikdə isə təşkilat olaraq, veteranlar təşkilatı olaraq gənclərlə işləyirik və gənclərə bu məsələləri çatdırmağı özümüzə borc bilirik. Gənclər bəzən o həmin dövrdə bunlar daha az yaşlı olublar. O mahiyyət əhəmiyyətini, o müharibənin, qələbənin onlara anlatmaqdır əsas məqsəd. Bir daha onları hazırlamaq orduya və gələcəkdə də onlardan əvvəlkilər qazandığı uğur qələbəyə onlar da hazır olsunlar. Hər an Azərbaycanın müdafiəsinə hazır olsunlar. Rəsmi çıxışlardan sonra tələbələrə söz verildi. Onlar vətən müharibəsi, eləcə də şanlı qələbəmiz haqqında olan biliklərini bölüşdülər. Konfransın sonunda təhsildə fərqlənən tələbələrə fəxri fərmanlar verildi.